Mən başa düşdüm ki, bu kitablar xüsusi bir dildə yazılır. Bu dilə budaqlar dili deyilir. Bəli. Bu dil nədir və onun özəlliyi nədən ibarətdir? זה בעל הסולם מסביר כבר בחלק הראשון בספר תלמוד 10 הספירות, שכל הספרים האמיתיים בחומת הקבלה הם כך כתובים. Budaqların dili. Bu, Bala Sulamın 10 Sifərotun təliminin birinci hissəsində izah edildiyi bir anlayışdır. Yəni, bütün həqiqi Kabala elmi kitabları bu dildə yazılmışdır. Yəni, bizim əhatə dairəmizdən yuxarıda yerləşən bir sistem var və bu sistem tədricən enərək materiallaşır və bizə yaxınlaşır. Ta ki, adi bir insan onu öyrənməyə başlayana qədər və onun köməyi ilə ruhani pillələrə yaxınlaşıb, onlarla yüksəlməyə başlaya bilər. Belə kitabların yazılmasının əsas məqsədi budur. Mən eşitmişəm ki, bu Kabala kitablarını oxuyan insan öz həyatına xüsusi bir nur çəkə bilər. Doğrudur. Bu nədir? מפני שהנושא שבספר הוא מדובר על Çünki kitabların mövzusu ruhani qüvvələri aşkar etməkdir ki, təbii olaraq onlar bizim dünyamızda aşkar olunmamışdır. בעולמנו, Beləliklə, bizdə gizli olan bu qüvvələr haqqında öyrənməyə başlayanda onlarla əlaqədə oluruq, hətta onları kifayət qədər tanımadan belə. אנחנו מושכים את הכוחות האלה עלינו, על עצמנו. Bu qüvvələri özümüzə tərəf, öz üzərimizə çəkirik və bu yolla biz bu qüvvələrə daha da yaxınlaşırıq. Onları artıq hiss etməyə başladığımız səviyyəyə qədər. זה לוקח הרבה זמן, Bu çox vaxt, çox güc və öyrənmədə israrlıq tələb edir. Amma bu yolla biz bu qüvvələri tanımağa başlayırıq. İnsan bu qüvvələri hiss etməyə, tanımağa, aşkar etməyə başlayanda bunun onun aşağıdan yuxarıya doğru inkişaf etməsi deyilir. Bəli, güya. Bu nə deməkdir? Sanki o, fiziki yüksəlişlərdə və enişlərdə irəliləyir. Bəs burada nə var? Burada dərk etmə sahəsində yüksəlişlər var. Gəlin insanın dərk etməyə yüksəlişi haqqında danışan bu kitablar barədə danışaq. Mən başa düşürəm ki, bizim dövrümüzdə əsas öyrənilən kitablar insanın aşağıdan yuxarıya necə yüksəldiyini təsvir edən kitablardır. Bunları Bal Sulamın yazdığı kitablardır. Ehtimal ki, məqalələrə giriş və onun əsərləri də daxil olmaqla. Sizin müəlliminiz olan Bal Sulam çoxlu məqalələr yazıb. Bu məqalələrin əsl əsas mövzusu nədir? Onlar nə haqqda danışır? Onlar yaradanın hərəkətləri haqqında danışır, yəni ali qüvvə, hansı ki biz onu yaradan adlandırırıq, insan müəyyən bir şəkildə yaratdı və ona müxtəlif sistemlər yerləşdirdi. Onlar insanın bu sistemlərin içində necə mövcud olduğunu, yaradanın onun üçün yaratdığı sistemləri və onun tədricən addım-addım yaradanı dərk etdiyini izah edir. Kitablarda aşağıdan yuxarıya yüksəliş təsvirinin mənə nə rolu var? Onlar mənim həyatımda nəyi dəyişmək istəyirlər? Onlar səni bütün reallığı idarə edən ali sistemlə tanış etmək istəyirlər. Onlar səni ali qüvvə, yaradanla tanış etmək istəyirlər. Bu qüvvələr vasitəsilə, hansı ki, o bizə təsir edir və biz aşağıdan yuxarıya doğru hərəkət edərək onu dərk edə bilərik. להכיר אותו. Sizin müəlliminiz Rabaşın yazdığı kitabların xüsusiyyəti nədir? הרמב"ש הוא יוסיף לספריו של אביו בעל Rabaş, o, atası Bal Sulamın kitablarına əlavələr etdi. O, çoxlu izahlar əlavə etdi. הקבלה,
כך O, שאנחנו Kabala elmini bizə daha da yaxınlaşdırdı. Elə ki, biz onu hisslərimiz və anlayışımız vasitəsilə daha yaxın hiss edə bilirik. Daha sonra isə Bala Sulam yazdıqlarını öz içimizdə hiss etmək üçün. Bu kitablar onları oxumaq istəyən bir insanı ali qüvvəni hiss etməyə gətirib çıxara bilərmi? Bəli, əlbəttə, onların məqsədi budur. Ali qüvvəni hiss etmək necə bir hissdir? Bunu birdən-birə hiss etmək necədir? אי אפשר להסביר את זה. Bunu izah etmək mümkün deyil. Sadəcə olaraq insan hiss etməyə başladığı bir reallığa daxil olur. מה הוא מרגיש? Bəs o nə hiss edir? הוא מתחיל להרגיש שהכוחות האלה הם O באמת bu פועלים qüvvələrin בעולם. əslində dünyada fəaliyyət göstərdiyini hiss שאנחנו etməyə יכולים, başlayır. לגלות Bu אותם, bizə açılıb להתקשר אליהם, əlaqə qura biləcəyimiz bir qüvvələr şəbəkəsidir və onların qanunlarına uyğun yaşamaq. מה זה נותן? Əgər insan bu qüvvələrlə yaşamağa başlasa, bu ona nə זה verəcək? נותן לבן אדם Bu insana ruhani sistemləri başa düşmək imkanı verir רוחניים, və bunların hamısının onun üçün olduğunu başa düşməsini. Bu onun ağlını inkişaf etdirirmi? Bəli, מה לגבי? Bəs hisslər barədə nə demək olar? hisslər də eyni Bəs şəkildə. o bu hisslərlə nə edir? O, bu hisslərə sahib olduqda, sanki ilk dəfə eşitmədiyi bir musiqini eşidən insan kimidir. Bunu izah etmək çətindir. Çünki kim musiqi eşitməyib ki? Amma məhz belə olur. Çünki o, birdən-birə bütün dünyanın onun ətrafında olduğunu hiss etməyə başlayır. O, sözün əsl mənasında musiqi ifadə edir. O nə ifadə edir, nə çalır? אהבה, Sevgi, אהבה. sevgi. Bu möhtəşəmdir.